İnşallah. Yerimizin olmamızın təxtisi. Səndən həmişə fəxr edirik. Sağ olun, mən də sizdən fəxr Şəhid ailələr İnşallah. Elə bir bacım dedi ki, gələcək biz bir kənddən. Yağlı qaçan yağlı. İnşallah bir də hamura gələndə əlaqə saxlayarım sizə. Hə, dedi bacım dedi gələcək, dedim gələndə dedi mən də çağırırsan gələrəm. Allah analarınıza rəhmət eləsin. Mənim qardaşımdır. Anam mənim sizə dəstəyi bütün harda olur olsun da, yəni indi çox adam bilmir, amma mən bilirəm ki 44 günlük müharibədə mən könüllü yaralı əsgərlərə baxmışam, xəstəxanada sizin getdiyiniz yardımlar yəni görünməyən, gözə görünməyən bir şeylərdir onlar. Gözə görünməyən qəhrəman. Bəli. Yəni kim nə deyir, mənə deyirsin, amma yox. Siz həmçin şəhid ailələrinin gücünü çatdığı qədər bəli. Bizim də bu qız yox, indi çatmayıb söz, çatmayıb. İndi Habil müəllim dedi, yox, Habil müəllim mənə zəng elədi ki, vəziyyət budur, hə, bu da 2 dənə şəhid anasının, Bu da apama yaptı. İki şəhid o anasıdır bu da. oğlu, hə. Şəhid anası. Gəl qadan alım. Bir oğlu da qazi. Deyim də 3 balası vardı, ikisi gedib, biri də bu deyir qazi. Allah rəhmət eləsin. Sağ olun. Siz sadece bir yerdə yeməşədsiniz. Allah sizə səbir versin. Ağır dərddir, ağır dərddir. Adam Ben söz iyiliğe tapmır. katalım. Birincisi müharibə günü mən yaralıları zalda təmizləyəndən sonra nəysə Ceyran həkimdən oturmuşdu. Dedim Ceyran həkim 3 şəhid gəldi, 3 yaralı gəldi. Dedim mən buradakiləri ilahladım, gedirəm morğa. Getdim 3 dənə şəhid gəldi. Ayaqüstə durdum onun böyründə bir Nasılkada geldi. Dedim ana gözü çıxsın. Bu boyda şəhid olar. Dedim ay Allah bunun anasına qayracaq. Neyse yaxınlaşırdım ötən yaxınlaşanda gördüm ki bundan da çoxlu qan axır. Gördüm ki tapıltı ilə qolu dəydi yerə. Getdim ki yaxınlaşam ki örtəm. Gördüm Ceyran həkim məni çıxartdı çölə. Demir məndən qabaq bilir ki o sevdanın oldu. Mən gəldim zala gələndə. Zala gələndə nəysə kürəyim mənim alışdı, yandı. Dedim nəysə, ötəri bir şeydi, yenə də inanmadım. Mən anlatdılar ki, sən oğlunla danışmışsan. Dedim ki, danışmışam. 28-dən danışdım, sentyabrın səhəri 29-una keçəndə danışa bilmədim. Nəysə, düşdüm, otdum nəysə piləkəndə oturanda Tahir gəldi bizim yanımıza ki, Sevda, Sərhədlə büyün danışmışsan. Dedim yox. Dedim ki yox, dedi ki gedək bizə, sizə töyüxtücə töymüşük, qonağımız gəlib Bakıdan, onu təmizləyəmək. Mən qapıya gedəndə, mən bacım, böyük bacım dedi, Allah rəhmət eləsin, o mənə qayıtdı ki, sən nəyə gəlmişsən? Dedim gəlmişəm ki, evə gətirə bilmirəm nədir. Elə qapıya çıxanda Tahir dedi ki, və Sərhəd şəhid olub. Dedim şəhid nədir? Mən biləm axı şəhid nədir? Dedim şəhid nədir? Yalan deyirsiniz. Neyse elə belə çömmüşdüm arxaya, pişələri vurub sındıranda gördüm ki, skori gəldi, dayandı. Dizin getdim onun qabağına. Dedim yalan deyirsiniz. Onu orada qoydum, qaçdım xəstəxanaya. Getdim otdum meyitxanada. Meyitxanada otdum, dedim ki, onun gəlişim mənə görkədi, mən inanmıram. Gəldim, baxdım, gördüm ki, özüdür. Sonra neyse onu qəbristanlıqda 7 yaşdıq. Mənə demişdim, mollamız demişdik, açacağım. Ona çıxdım, sıxaladım, dedim bunun nəyi var, heç nəyi yox. Amma belə sığaləndə əlim getdi beyninə. Plenkalı zaddı. Amma mən əfağayıb. Arzulamışdım ki, qardaş, arzulamışdım, o sağ-salamat gəlsin. Boyun demişdim ona. Demişdim ki, ona toy bayramı eləyəcəm. İtlə qabağa durub yarı çəkəcəm, o salamat gəlsin. Gəlmədi. Arzularım qarımda qaldı. Amma sən çox istədim ki, onun toyunda sən iştirək. Biri belə balamıydı, o da getdi. Ama sevinirəm, ama fəxr edirəm ki, onlar 2 alsada, onlar tarix yazdı. Onlar əbədi getdi, onlar yaşadı, bizi hiç bilmirəm. Benim oğlum var.
44 gündə. Hə, bax bu 44 gündə hamısı belə. Bacılarımın hamısı belə götürüb bayraq orada. Uşaq vaxtı. Allah rəhmət eləsin. Hə, belə qoçaq olub. Hə, bir yerləri təmiz demək. Özün and olsun Allah'a. Neyləsin? Özün tutar. Gelip gitme muhabbile. Dedi yok gideceğim mama. Dedim bala kardeşim bir şehit olsun. Mama ben biri gazi bir şehit git. Dedi yok mama gideceğim ama torpağım ahırmatan alacağım. Dedim bala Ermenisi dedi Ermeni kimdim ben Ermeni'den korkam. Bak Allah onun öz adı. Dedim ben Ermeni benden korkam. Ermeni kimdi ben ondan korkam. Hele deyəndə dedim bala, mən ona nə deyim mən getdi aldı terrorda bir gündə neçə rayon aldılar, neçə kənd aldılar. Mən balalarımızın hamısı, qoçaqlarımızı, hamısı şəhətdə, hamısı bizim balamızdır. Heç ana onu seçə bilmirdi. Qazilər hamısı balamızdır. O qan ora tökülür Qarabağa. Xahiş edirəm, bu Azərbaycan xalqı oranı ziyarət eləsinlər ki, şəhidlərimizin qanı tökülür, qazilərimizin qanı tökülür. Qurban olaram hamının balalarına, şəhid balalarına, balam elə getdi. O günü bircə dəfə dedi ki, qurban olun başına adın, hiç kimi yarabbim. Onun sözü o, heç vaxt mənim balalarım Ermənidən qorxmayıb. Şəhidlərimizin hamısı atayla balalarını demirəm. Allah şəhidlərimizin məqam uca eləsin. Qazilərimizə can sağlığı versin. Allah prezidentimizə qüvvət versin ki, belə ordumuzu canı saxlasın ki, belə ordumuz var. Onlarla fəxr edirəm mən ki, şəhidlərim belə qəhrəman olur. Erməninin qabağına qorxmamış gelib, nə bala yada salır, nə ata yada salır. Ancaq vətənpərvər olub. Vətənpərvər olub. Qanunları tarixlə yazdılar. Bizim balalarımız. Allah rəhmət eləsin. Mən də indi Allah Ələddin Qəmbərə də rəhmət eləsin. Gəlmişdim, gəldim. Sizi burada gördüm. İnan söz verirəm sizə. İnşallah bu yaxınlarda hər ikinizin evinə də gələcəm və qəbrini də ziyarət edəcəm. Sənin də o arzuları orada yerinə yetirəcəm. İndi əlimizdən bu gəlir. Başqa bir şey. Sizə qurban olun. Siz bizim qəhrəman analarımız. Qarabağ deyirəm onu. Siz necə məndən fəxr edirsiniz, mən də vallah sizdən azad Bir görüşsəkdə də mən oxuyanda bir də ümumiyyətlə bir şəhidlərə aid bir mahnı. mütləq. Vətən mahnısı var. Onsuz da vətən oğlum, onsuz da çox Onun istəymişəm. manısı var. Var, çox. İstəyərəm bir də oxuyam. Bir də Baş. şəhidlərin Füzuli Allah köməyiniz olsun, Allah bizi şadlıqla Erməni görsün. dedik, əgər Füzulini alsa,